15 oktyabr 2025-ci il çox vacib bir xəbəri diqqətinizə çatdırıram. Paylaşın və üstəgəl işarəsini vurun dəyərli izləyicilər. Abunə olun bizə. Astara rayonunda da malqara arasında dabaq xəstəliyi yayılıb. Kəndlərdə heyvan saxlayanların sözlərinə görə son 10 gün ərzində xəstəlik sürətlə yayılır. Yoluxmuş heyvanların qızdırması 42 dərəcəyə çatır. Xatırladaq ki, Astara rayonundan öncə də Azərbaycanın bir neçə rayonunda heyvanlar arasında dabaq xəstəliyinə rast gəldi. Bu xəstəliyin insanlara keçmə riski varmı? Bu xəstəliyə tutulan heyvanın əti yeyilməlidirmi? Əsas sual budur. Demək, dəyərli izləyicilər, bu barədə açıqlama verən infeksionist Aytən Ziyadova xəstəliyin qida ilə insana keçmə riskinin olduğunu deyib. Onun sözlərinə görə dabaq çox yoluxucu, virus mənşəli xəstəlikdir və əsasən iri və xırdabuynuzlu heyvanlarda inək, camış, qoyun, keçilərdə rast gəlinir. Virus heyvanların ağız, dırnaq və döş nahiyəsində yaralar, yüksək hərarət və iştahsızlıqla özünü göstərir. İnsanlar isə xəstə heyvanla birbaşa təmas zamanı xüsusilə süd, ağız suyu, yara və ifrazatla əlaqə nəticəsində keçə bilər. Demək, dəyərli izləyicilər, amma bu hallar çox nadirdir və adətən malqara ilə birbaşa işləyən şəxslərdə müşahidə olunur. İnfeksionist xəstə heyvanın ətinin və süd məhsullarının istifadəsinin ciddi risk daşıdığını qeyd edib. O bildirib ki, xəstə heyvanın əti və südü qətiyyən yeyilməməlidir.